Günəşsiz həyat necə olardı? Təsəvvür edək ki, bir gün səhər oyanmışıq ki, günəş doğmayıb və bundan sonra yer kürəsinin vəziyyəti necə olardı? Cavabı düşündüyümüzdən daha qorxuludur. Təsəvvür edək ki, səhər oyanmışıq, pəncərədən çölə baxırıq, günəş görünmür. İlk növbədə düşünərdik ki, bu bir adi atmosfer hadisəsidir. Yəni, hava buludludur, buludlar günəş şüalarının qarşısını kəsib. Amma problem bu deyil. Artıq günəş yoxdur. Bəs bundan sonra yerdə vəziyyət necə olardı? Bilirik ki, günəş şüaları yerə 8 dəqiqə 20 saniyə ərzində çatır. Bu müddət ərzində, yəni günəş yox olandan bu müddət ərzində yerdə həyat normal olardı. Lakin bu müddətdən sonra artıq yer qaranlığa qərq olardı. Hər tərəf qaranlıq olardı, səmada ulduzlar görünərdi. Yer günəşdən təkcə işıq almır, eyni zamanda istilik enerjisi də alır. Əgər günəş yoxdursa, təbii ki, enerji mənbəyi yoxdur deməkdir. Artıq yer soyumağa başlayacaq. Bir müddət sonra hər yer donmuş vəziyyətdə olacaq. Bütün maddələr mübadiləsi, hamısı pozulacaq. Suyun böyük dövranı, kiçik dövranı, bioloji dövran, hamısı pozulub. Bitkilər bilirik ki, günəş şüalarının təsiri ilə, günəş enerjisinin təsiri ilə torpaqdan kökləri vasitəsilə qeyri-üzvü maddələri qəbul edir. Bu proses fotosintez prosesi adlanır. Fotosintez prosesi günəş yox olandan sonra kəsiləcək və bitkilər məhv olmağa başlayacaq. Bitkilərin məhv olması, bitkilərlə qidalanan heyvanların məhv olması deməkdir. Təbii ki, bitkilərlə qidalanan heyvanlar məhv olursa, artıq yırtıcılar da məhv olacaq. Canlılar tamamilə məhv olacaq. Günəş yox olandan sonra bəs insanlarda vəziyyət necə olar? İnsanlar bir müddət süni işıqlandırma ilə, qapalı məkanları qızdırmaqla, ən müasir texnologiyalardan istifadə etməklə bir müddət yaşaya bilərdilər. Lakin təbii ki, günəşsiz yerdə həyatın olması mümkün deyil. Günəşin birdən-birə yox olması təkcə işığın, enerjinin itməsi deyil. Eyni zamanda günəşin cazibə qüvvəsinin də yox olması deməkdir. Əgər günəş cazibə qüvvəsini itirərsə, o zaman yer günəş ətrafında dövr etməz, kosmosda düzxətli trayektoriya ilə hərəkət edərdi. Yəni, əgər günəş olmasaydı, yer kürəsi tamamilə soyuq, həyat üçün əlverişsiz bir planetə çevrilərdi. Biz insanlar səhərlər günəşin doğmasını, axşamlar isə batmasını adi qəbul edirik. Əslində, hər doğan günəş yer üzərində həyatın olmasını bizə bir daha xatırladır.